Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Ağsu rayonunda yetkinlik yaşına çatmayan şəxslə bağlı törədilmiş qanuna zidd əməllərə görə 2 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Rayonda 2 nəfər rayon sakini 2011-ci il təvəllüdlü şəxsə qarşı əxlaqi və qanunvericiliyin tələblərinə zidd hərəkətlər törədib. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı və 26 yaşlı gənclər müəyyən olunaraq saxlanılıblar. Faktla bağlı rayon polis şöbəsində cinayət məcəlləsinin müxalif maddələri ilə cinayət işi başına alıb. Onlar təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq barlərdə 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq tədbirləri də aparılır.